Salam əziz Ağsaqqal TV izləyiciləri. Bu günlərim sizə qəmli, çox ağır həyat sürmüş bir qadının həyatından bəsləyəcəm. Ərinin vəfatından sonra 3 övladı ilə evində yeməyə quru çörək belə tapmayan Vüsalə xanım Azərbaycan televiziyalarına üz tutur. Onun isə ilk müraciət elədiyi, ilk çəkilişi olduğu televiziya kanalı Ayrıca televiziyası olur. Orada Afət xanım, Vüsalə xanımın problemi ilə bağlı çəkiliş aparır. Evdən qovuluram 3 uşağımla. Yoldaşımın maşını, kolu, nəyi varsa, əşyalarına qədər hətta əlimizdən alırlar. Biz gəlirik Kəmalə Ağazadənin sığınacağına. Kəmalə Ağazadənin sığınacağında qalan müddətdə onları məhkəməyə verirəm. Hansı ki, uşaqlarıma ata mülkündən düşən payı istəyirəm. Belə olur ki, məhkəmə qərar çıxartır, icra məmurları məni evə köçürmək qərarını. Kəmalə xanımın sığınacağında qalan müddətdə mən elə bir Afət Rahil qızından təklif gəlir mənə çəkiliş. Eşidəndə ki, Afət Rahil qızı gəlir, dedim alır, hökümlüdür, bu həmişə sözünün kəsəri olur, bir misal var, baltanın arxasında kəsir qabağı. Afət xanım da Vasif mənim zəng elədi, artıq 3 ay keçmişdi üstündən, 4-cü aya gedirdi. Dedi, verəcəm, yox, məni heç kim hədələyə bilməz, mən hədədən qorxmuram, şantajdan qorxmuram, açıq efirdir, açıq verilişdir, mən belə yazacam, belə pozacam, mən qorxum yoxdur, mən rüşvət nə bilim yemirəm, məni heç kim ləkələməsin. Üstündən yenə də bir ay keçdi, yenə zəng elədi Vasif mənim ki, ay Afət xanım, bəs nə oldu bu Vüsaləni, bəs sən danışdırmısan, bu adam da narahatdır, gözləyir, bu kömək olmayacaqsa niyə gəl çəkirdin? Bu bir həftə, 10 gün olur, 1 ay, daha sonra olur 2 ay, dəfələrlə də zəng olunur, hərdən bir lavlağıya qoyur, gah deyir verəcəm, gah deyir səsi düşməyib, gah deyir əli düşməyib, gah deyir ayağı düşməyib, belə bəhanələrlə gəldi, bir də çəkiliş elədi. İkinci dəfə də gəldi çəkiliş elədi, hətta belə bir söz dedi ki, birinci çəkilişdəki nə geyinmişdiniz əynizə, o geyim olsun. Veya hansısa kadrlar orada silir. Yenə getdi, çəkiliş elədi, Sultəpə tərəfdə, bilmirəm, öz dediyinə görə, gedib qarşı tərəf yenə çəkib, güya oradan buna təzyiqlər olunub, baldızım İlhamə. Bunu şantaj edib ki, əgər bu çəkiliş efirə verilsə, mən özümü öldürəcəm. Bir dəfə sığınacağa gəlmişdi, bir başqa qadını gətirmişdi. Orada mən yaxınlaşdım, Afət xanım, bəs mənim bu çəkilişim efrim nə oldu? Demək olar ki, cavab vermədi mənə. Bilmirəm, çəkilişə olacaq, narahat olma, verəcəm. Belə sözlər, həmişəki sözlər. Üstündən nə qədər müddət keçib? Artıq 9 ay keçib. 9 ay keçib. 9 ay keçib. 5 ay sığınacaqda qalmışam, 3 ayda sığınacaqdan mən çıxmışam. Bir də bizə sığınacaqda biz getdik Vüsalə xanımı gördük və onun başına gələni dinlədik. Məlum oldu ki, keçmiş mərhum həyat yoldaşı ona xəyanət eləmişdi və bu səbəbdən də onlar küsülüydülər, ayrılmışdılar və biz araşdırmanı davam edəndə Kəmalə xanımla bir yerdə getdik. Araşdırma davam edəndə qarşı tərəfin evinə getdik. Orada öyrəndik ki, sən demə, onun keçmiş həyat yoldaşı intihar edilmiş öz həyətində. Mən əvvəllər də eşitmişdim, çox əvvəllər ki, o vaxt onların verişləri hansı ki gizli axşamlarda gedirdi. Güya bunlar da kanallarda veriş efirlər hansı bir rayonlara güya gedirlər, yazırlar, pozurlar, iş yarımçıq qalır, hamısı da rüşvətə görə. Və cinayət işi gedirmiş. Bu səbəbdən də biz gəldik, araşdırdıq, tamlıqla araşdırdıq hər şeyi və gəlib mövzu haqqında biz müsabiqə edəndə yaradıcılıq heyətinlə məlum oldu ki, bu cinayət işi hələ tam tapanmır, yəni tam tutarmır. Buna görə də mövzu intihar olduğuna görə və iş bitmədiyinə görə bizim də haqqımız yoxdur ki, biz cinayət işi tam bitməmiş, biz açıq şəkildə olan bu iş prosesi, məhkəmə prosesinə biz toxunaq və yaxud da efirdə şıllandıraq. Bizim haqqımız yoxdur, mənim də ixtiyarım yoxdur. Orada başqa bir xanımı da çəkiliş elədilər, Həmidə. Yəni o da, onun da çəkilişini düz efirə verdilər, amma düzgün vermədilər. Afət xanım gəldi, o qadın hamilə idi, 2 uşaqla gəlmişdi. Ona da çox sözlər verdi, çox vədlər elədi. Səni yəni belə təmizə çıxartacağam, sən haqlısan, sən səmimisən, sən düzsün. Amma o qadını o qədər pis vəziyyətə qoydular ki. Yəni biz o verilişə baxdıq, Afət xanımın o qadını günahlandırmağı, günahı o qadında görmək, biz özümüz şoka düşdük. Yəni ki, sən burada bəs dediyin bizim yanımızda dediyin sözlər hara, çıxıb oradan efirdən ismarış göndərməyin hara. Yəni mən demək istəyərdim ki, mən də çox kanallarda olmuşam. Afət xanımla da sonra 2 kanala getmişəm. Yəni deyilən sözləri əməl eləməyiblər. Çıx xalqdan istə, yalvar, belə deyək ki, mədəni dilənçilik elə, sənin vəsaitinə pul aysın, büdcəyə pul gəlsin. Bizim də burada işçilərimiz var da, biz də onları maliyyətləşdirək. Mən gördüm, Vasif mənim çırpınır, yəni hansısa bir ananı, hansısa bir uşağı ortalığa çıxarsın, nəsə ona eləsin. Amma eşidib oradan buradan görürdük ki, yox.
Vasif mənim dediyi ilə, ayağa düşdüyü ilə onların elədikləri hərəkət, dedikləri söz, təklif heç də üst-üstə gəlmir. Elə bir təkliflər qoyurlar ki, elə bir şərtlər qoyurlar ki, biz o şərtlərlə gözlə razılaşmırıq ki, insan yəni mənliyi yoxdur. Yəni mən inanmıram ki, sizə kimsə qorxusun, hədələsin. Amma baxdıq, gördük ki, yox. Afət xanım bilmirəm, qorxdu, çəkildi kənara, yoxsa həqiqətən öz dediyi kimi şantaj oldu, yoxsa rüşvətini aldı, artıq işi bağladı. Çünki canı yanan bir xanım olsaydı uşaqları ən azından, mən ki, uşaqlara canı yandırsaydı, ictimailəşdirərdi ki, mənim uşaqlarıma maddi yox, mənəvi dəstək olsun. Ən azından psixoloq uşaqlarımla məşğul olsun və yaxud bir onlara tibbi, necə deyim, ləvazimatla, həkimlə təmin eləsinlər ki, o uşaqlar böyük bir travma keçirdilər, böyük bir faciə yaşayıblar. Yox, ümidimi üzdüm, sözünü verib əməl eləmədi də, məni boş ümidlərlə yola saldı. Bizim problem yoxdur, yəni tam bitsin, Vüsalənin bax bu prosesi, məhkəmə prosesləri, cinayət işi ilə bağlı bu məhkəmə prosesi tam bitsin, bitəndən sonra biz yəqin ki, bu mövzu qeyd toxunacaq. Amma nə qədər ki, bu cinayət işi açıqdır, biz bu mövzu toxunmağa ixtiyarımız belə yoxdur. Yəni araşdırmada mən bunu öyrəndim, ona görə də mən ifadə edirəm.